Herkese salam, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Uzun zamandır vlog paylaşa bilmirəm. Paylaşa bilməməyimin səbəbi əslində çəkirəm, sadəcə onu editləyib paylaşmaq biraz vaxt alır deyə, üstünə də səs yazmaq biraz vaxt alır deyə bunları çatdıra bilmirəm. Oğlum biraz xəstələnmişdi deyə onunla məşğul oldum. Ancaq indiyə editləyib paylaşa bildim. Mən hər dəfə kökü belə tyorkadan keçirib buzluğa qoyuram. Həm Yusifin yeməkləri üçün daha asan olur hazırlanmağı, həm də öz yeməklərimizə qatıram. Bir dəfə doğrayıcıdan keçirtmişdim. Onda heç yaxşı olmamışdı. Çox xırda olmuşdu, amma belə çox qəşəng olur. Və pizza bişirirdim. İstədim bunun reseptini də sizinlə paylaşım. Çünki bu resept çox asandır. Həm də tez başa gəlir. Videonun aşağı hissəsində ərzaqların hamısını qeyd edəcəm. Siz üçün daha rahat olar, məncə elə. Amma belə səsli şəkildə də yenə deyə bilərəm. Deməli, 2 stəkan un əlavə edirik. Üzərinə 1 çay qaşığı maya. Mən bu belə balaca paketdə olan mayalardan aldım. Bunlar daha rahatdır və içində paçkasında daha doğrusu 5 belə bir paçka olur. Yəni bir belə paçkanı açanda bir neçə dəfə istifadə etmək olur. Daha o birlər yəni açıq qalmır da, belə daha rahatdır məncə. Bir deməli çay qaşığı maya, 1 çay qaşığı pesok, 1 çay qaşığı duz və 3 xörək qaşığı duru yağ. Mən zeytun yağı əlavə etdim, amma siz istənilən bir duru yağ əlavə edə bilərsiniz. Belə qarışdırırıq əvvəlcə suyu qatmamışdan əvvəl. Çünki yağ belə topaq-topaq qalmamağı üçün yaxşıca qarışdırırıq. Sonra isə 1 stakan yarım. Mən çox vaxtı 1 stakan yarım istifadə edirəm. Elə daha yaxşı olur. Belə axışqan xəmir olur, yəni göstərdiyim kimi. Daha sonra streçləyib bir kənarda saat yarım gözlədirəm. İçliyini hazırlayıram. Mən kalpasalı daha çox sevdiyimə görə kalpasalı edəcəm. 1 ədəd pomidor və kalpasa, holodu pendir istifadə edirəm. Bəzən biber də istifadə edirəm, amma biber çox da sevmədiyimə görə bəzən də istifadə etmirəm. Bu pizza 2 nəfərin yəni rahatlıqla görür, hətta artıq da qalır. 2 dilim, 3 dilim artıq qalır. Pendir tyorkadan keçirtməyi heç sevmirəm, amma məcburən edirəm. Bunu da burada hardasa bir 6x falan qoymuşam ki, tez bitsin. Və bunları da hazırlayıb bir kənara qoyuram. Sonra xəmir acısın ki, bunları edim. Ad günümdə alınan çiçəklər də solduğu üçün bunları da atdım. Daha sonra isə keçdim Yusif üçün yemək hazırlamağa. Qarabaşaqla ət hazırlayıram Yusif üçün. Çox da quru etmirəm, biraz sulu saxlayıram qarabaşağı. Çünki uşaqdır, yəni dişi var, amma yaxşı da çeynəyə bilmir deyə, həzm edə bilməz deyə biraz sulu saxlayıram. Ardını çox da çəkməmişəm, amma qarabaşağı qaynadıram, biraz sulu saxlayıb üzərinə soğan, pomidor əlavə edirəm və daha sonra da ət əlavə edirəm. Bir də zeytun yağı. Duz falan çox da istifadə daha doğrusu heç istifadə etmirəm. Öz yeməklərimizdən yeyəndə bəzən duzlu olanda yeyir. Daha sonra isə keçdim belə göyərti var idi, onları təmizləyirəm. Mən belə təmizləyib qaba yığıram. Daha rahat olur. Yəni yuyub yığıram, göstərəcəm. Elə daha rahat olur, həm də uzun istifadəli olur. Amma belə qalanda paketdə, yəni bəzən yaddan çıxır, təmizləmək falan istəmirsən, onda qalır, görürəm ki, saraldı. Amma belə təmizləyib, yuyub yığıram, daha rahat olur, həm də tez istifadə, yəni hər dəfə istifadə edirik. Belə alt hissəsinə salfetka qoyuram, göyərtiləri qoyub, sonra üzərinə də bir 2 ədəd salfetka qoyuram. Elə məncə daha uzun ömürlü olur. Əslində belə salfetkasız da qoyanda yəni gedir, amma belə məncə salfetka onun nəmin çəkir, daha yaxşı qalır.
Bu pəncərələri demək olar ki, hər gün silirəm. Çünki bizdə yol kənarı olduğu üçün çox tez-tez tozlaşır. Buranı da açıram deyə, evi havasını dəyişirəm deyə hər gün evə toz gəlməsin deyə ən azından açılan pəncərələri hər gün silirəm. Bizdə raşotka olduğuna görə daha çətindir silmək. Xəmirim acıdır və onu bişirməyə keçirəm. Sobanı əvvəlcədən keçirtmişəm ki, isinsin. Deməli, polnu xodda alt-üst rejimdə yəni qoyuram. Dərəcəsi yəni polnu olur. Daha sonra isə başlayıram bunu edincə deyəm içi tam qızır da yaxşı olur. Belə hər ehtimala yəni bolca yağlayıram ki, yapışmasın. Mən demək olar ki, əlimi vurmuram, ancaq elə qaşıqdan istifadə edirəm və belə rahatlıqla yayılır. Yəni qıvamını tutdurandan sonra qaşıqla rahatlıqla yayılır. Qaşıqla yaydıqdan sonra bundan artıq yəni açılmır artıq. Daha sonra isə çox nazik bir təbəqə un səpirəm və ondan əlimlə onu yaymağa başlayıram. Amma çox qalın tökmək olmaz. Çox nazik səpərək onu əlimlə yaya edirəm. Harda əlim yapışır, ora onu səpirəm ki, daha yaxşı olur. Belə tam da açılır yəni. Və üzərindəkilərini də yığıb bitirdim. Holland pendirini qoyuram. Amma Holland pendiri çox olduğu üçün çox olanı da xoşlamıram. Çünki daşır. Demək olar ki, yarıdan biraz az qaldı. Və yolladım onu sobaya. Soyuducuda belə bir dərmanlar var idi. Bunlar hamısı Yusifindir. 2-3 dəfə istifadə etmişəm. Demək olar ki, vaxtları çıxıb və hamısını atdım getdi. Və hazırdır. Demək olar ki, 30-35 dəqiqəyə bişir. Çox da qəşəng olur. Biraz Holland pendiri çox olmuşdu, amma belə də qəşəngdir. Yemeğimizi yedik, Yusifi de yedizdirdim. Düşdük biraz parkta gezək. Daha sonra gördüm ki, Fabelik sifarişlərim gəlib, SMS gəlmişdi. Gittim onları götürməyə. Evə qayıdıb sizinlə də bunları ətraflı şəkildə bölüşəcəm. Çünki tək öz sifarişlərim yox, sifariş edənlər də var idi. Onlar üçün də daha doğrusu vurmuşdum. Birlikdə açıb ətraflı baxarıq. İndi isə açaq baxaq görək nələr almışam. Belə bir təravətləndirici otaq üçün. Bunlar mən özüm üçün yəni almamışam, sifarişlərimdir. Bir-ikisi burada var ki, onları özüm üçün almışam. Qalanları sifarişdir. Bu isə əl sabunudur. Bunlar çox yaxşıdır. Bunu özüm üçün almışam. Əli qurutmur. Mənim əllərim çox quruduğu üçün bunlardan istifadə edirəm. Amma digər sabunlar, əl sabunları daha çox qurudur. Həm də ətdir, balıqdır. Yəni belə ən çox da balığın isə əldən getmir. Ona çox yaxşıdır. Yəni istifadə bir dəfə yəni sıxırsan, yəni əldən iyi gəlmir də. Daha sonra bunu da özüm üçün almışam. Nizima'nın belə bir əl kremi. Bunu çox təriflədilər. Hələ indiyə kimi almamışdım. Başqa kremlərdən istifadə etmişəm, amma bunu etməmişdim. Dedim bunu da bir yoxlayım.
Daha sonra bu da özümündür. Gidrafil yağdır bu. İndi heç mən gidrafil yağı almamışdım. Həmişə üz təmizləmək köpükləri, gelləri falan, amma deyilənə görə gidrafil yağı da istifadə olunmalıdır. Yəni 2 fazalı təmizlik olmalıdır. Daha sonra isə bu parfümdən özümə almışdım birinci dəfə və məndə görüb qoxusunu bəyənmişdilər. 2 dənə də yəni ayrı-ayrı insanlara sifariş etmişəm. Açaq içində göstəreyim. Açıb baxmışdım. Qoxusu da yəni çox qəşəngdir. Mini boydur, amma yəni çox yaxşıdır da iyisi. Daha sonra belə bir üz üçün scrub. Bu da sifarişdir. Məndə başqa bir növ var, o çox qəşəngdir. Bundan da məndə var. Göstərmişdim vlogların hansındasa. Bunu da sifarişdir. Daha sonra belə bir diş ipi. Bunda qiyməti çox münasib idi. İçində deyirsən 50 dənə. Daha sonra belə bir hədiyyə qoyublar. Bu isə bu firmanın, yəni bu firmadan məhsul aldıqda bunlar hədiyyə düşür. Mən bu gidrafil yağı almışam. Biri bunun üçün hədiyyə düşür. Bu da bu firmadan olduğu üçün buna da. Və qızlar, onu da qeyd etmək istəyirəm ki, bu məhsulları, yəni hamısı demək olar ki 5 AZN-dən yuxarı deyil, çox uyğun qiymətlidir. Hətta endirimlər var idi, 70%-ədək daha da uyğuna düşürdü. Kim istəsə, mənim Instagram adresim aşağıda görə bilərsiniz. Instagramdan mənə yazarsınız, sizi qrupa əlavə edə bilərəm. Daha sonra belə bir manatlıq yerdən 100 oyuncaq aldım. Bunu belə yerdə sürürsəm, bu qanatlar açılır. Belə maraqlı bir şeydir. Yüksüdə bunun başqa bir cürəsi var, onu çox sevir, sürür. İstədim bu növündə alım. Sonra Arctic'e gitmişdim. Yusuf'un hər zamanki peçenisini aldım. Belə bir çörək üçün qab aldım. Məndə var, amma onlardan sıxılmışam, dəyişmək istədim. Biləndə sadə bir şeydir yəni. Bir dənə də Domestos. Yusuf xəstələndiyi üçün ona inqalyasiya edirəm. Pulmarislə natrixlor. Bunun için də çox olduğu üçün şpılislə çəkib 2 ml vururam. Bir de bu dərmanları yazmışdı həkim. Bunu burnu üçün, burnunda artıq ət olduğu üçün xəstələndə tıxanır burnu. Bunu isə ağzına damızdırıram, 15 damcı. Marketə düşdüm, Yusuf'un pampersi bitmişdi, onu almaq üçün. Keçən dəfə Sleepy almışdım, yəni orta bəyəndim, yəni bu səfər isə Predo almaq istədim, yoxlamaq istəyirəm, yəni hansı daha yaxşı olsa onda qalaram. Bu şokolad isə mən naharlar yeyirəm. Endirimə düşdükcə hər dəfə bundan alıram. Endirimsiz hədsiz bahadır. Məncə bu isə mənim ən çox sevdiyim şokoladlardandır. Çayla içməyə çox dadlıdır etinin bu növü. Qonaq gedirik. Belə bir kofta və ətəklə geyinəcəm bunu. Birlikdə hazırlaşaq. Burada makyaj vasitələrimi götürmək istəyirəm. Pamadan sonda seçərik. Bunları istifadə edib ən son, yəni makyajım necə oldu ona uyğun pamada seçirəm. Fırçaları da buradan götürüb makyaj edim. Saç fenim də bu firmadandır. Bundan saçlarımı düzləşdirəcəm. Pamadada bunu seçdim. Bu rengini çox bəyənirəm. Mənim telefonum biraz dumanlı çəkir. Görsənir yoxsa yox.
Bu pomadanı Temu'dan almışdım. Ama çox bəyənirəm. Yəni oradan bir dəfəli pomada almışam, onu da çox bəyənirəm. Çox qəşəngdir rəngi, teksturası da yaxşıdır. Aksesuar olaraq isə bu üzüyümü, nişan üzüyümü taxıram. Bir də bu Pandoranı. Qışda çox da aksesuar taxmağı düzü sevmirəm, amma yayda çox taxıram. Və qızlar, belə kombin etdim. Sizcə necə oldu? Fikirlərinizi yazarsınız mütləq. Biz ad günə getdiyimiz üçün, yəni orada hamını çəkə bilməyəcəyimə görə belə bir kadr ancaq qoya bildim. Çox da bir şey çəkə bilmədim, çünki hər kəsin üzü düşürdü. O gündən çox da kadrlar çəkə bilmədim. Səhəri gündən davam etdim ki, vlog çox azalınmasın deyə. Bugünün biraz qaça-qaçda oldu. Nahar yeyib başladım günorta üçün yemək bişirməyə. Çünki axşam üçün rayona gedəcəkdik. Yoldaşımın işi var idi. Biz getməyi əslində düşünmürdük, amma sonradan fikirləşdim ki, Yusif üçün də dəyişiklik olsun, havasını dəyişsin. Bir günlük də olsa gedək, qaydaq. Harasa gedəndə, tələsəndə bu yeməyi edirəm. Çünki bu yemək mənə çox asan gəlir. Sobada bişdiyi üçün bunu hazırlayıb sobaya qoyuram və öz işlərimi dalınca gedəcəm. Və qızlar, yorumlarda mütləq qeyd edin ki, nə tip vloqlar sevirsiniz, hansı tip vloqlar çəksəm daha yaxşı olar. Bunları yazsanız sevinərəm. Rayonda əslində vlog çəkə bilərdim, amma çəkmədim ki. Daha öncə belə bir vlog çəkmişdim. Aşağılara getsəz görərsiniz. Biraz qısa idi, amma ki, yəni kənd vloqudur deyə daha bir də elə bir şey çəkmək istəmədim, maraqsız olar deyə. Amma bu tip xoşlasaz, biz tez-tez gedirik rayona, kəndə. İstəsəz sizin üçün daha ətraflı çəkərəm hər bir şeyi. Daha sonra belə bir kurtka sifariş etmişdim, onu gətirdilər. Bunu çoxdan da axtarırdım, bu kurtkanı, amma istədiyim rəngi, istədiyim ölçünü tapa bilmirdim. Hətta vloqların birində sizinlə bölüşmüşdüm. Bunun tünd rəngi idi, xaki rəngi idi, amma mən belə açıq rəng istəyirdim. Qara rəngi falan var idi, amma mən bu rəngi sevmişdim. Bunu axtardım, amma tapa bilmirdim. Olanlarda da ölçüləri böyük idi mən eski geyindiyim üçün. Sonra onlayn səhifədə gördüm və sifariş etdim. Yaxşı ki də sifariş etmişəm, çox bəyəndim. Və keçdim Yusifin çantasını hazırladım. Bir günlük də olsa, yəni uşaqdır deyə onun üçün bir-iki dəst paltar götürdüm. Çirkləndirib edər deyə pampresdi, boy dedi, üst geyim falan götürdüm dəyişəyi. Və uyku tulumunu da əlbəttə ki götürürəm. Nəyi də götürməsəm, yəni bu mütləqdir. Çünki üstü açıq yatır deyə Yusif. Uyku tulumunu geyindirirəm evdə də olanda, rayonda soyuq olduğu üçün. Belə yəni bu mütləqdir. Orada daha da üstünə ədyal da atıram yəqin ki. Burada da biraz paltardır, giyinmədiyim paltarlardır. Daha doğrusu yəni çox qalın olduğuna görə, burada ev isti olduğuna görə geyinəmirəm. Həm də geyinmədiklərim də var. Bəzilərini rayonda qoyuram ki, ora gedəndə daha çox paltar götürmürəm ki, orada var da rahat oluram elə. Bəzilərini də ki, verəcəm, ayırıram. Hər dəfə belə yay qış olanda kiməsə ayırıram, verirəm. Və biz çıxdıq yola. Mən heç nə yemədiyimə görə bir stakan çay, bir də şokolad götürdüm. Yolda da çox pis duman var idi. Vlogun çox uzun olmağını istəmirəm. Videonu burada sonlandırıram. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olub like qoymağı unutmayın. Hələlik.